İnformasiya modelinin ağac forması. Salam hörmətli izləyicilər. Növbəti dərsimizdə sizi xoş gördük. Bugünkü mövzumuz informasiya modelinin ağac forması olacaq. İnformatikanın əsas anlayışlarından biri olan informasiya modelləşdirilməsində böyük və çoxsəviyyəli məlumatların səliqəli, ardıcıl və aydın şəkildə təsvir edilməsi üçün ağac modelindən geniş şəkildə istifadə olunur. Ağac modeli informasiyanı səviyyəli, budaqlanan və iyerarxik şəkildə təsvir edən qrafik modeldir. Bu modeldə məlumatlar yuxarıdan aşağıya doğru ardıcıl olaraq təşkil olunur və hər bir hissə digərinə məntiqi şəkildə bağlanır. Ağac modelinin əsas hissələri kökdən başlayır. Kök bütün məlumatın əsasını təşkil edir. Kökdən ayrılan budaqlar informasiyanın alt bölmələrini göstərir. Ən son səviyyədə yerləşən yarpaqlar isə artıq bölünməyən yekun məlumat elementlərini ifadə edir. Ağac modeli harada istifadə olunur? Kompüterin qovluq sistemində. Fayl və qovluqların kök qovluqdan başlayaraq alt qovluqlara ayrılması kompüterin bütün məlumatlarını ağac quruluşu şəklində səliqəli təşkil etməyə imkan verir. Saytların menyusunda. Web saytlarda əsas menyu, bölmələri və onların alt menyuları istifadəçiyə məlumatı ardıcıl və rahat şəkildə təqdim edən ağac formasında qurulur. Təşkilat strukturunda. Müəssisə və təşkilatlarda rəhbərlikdən başlayaraq şöbə və alt şöbələrə qədər olan idarəetmə quruluşu iyerarxik ağac modeli ilə göstərilir. Ailə şəcərəsində. Nəsil əlaqələri baba, ata, övlad ardıcıllığı ilə şaxələnərək ailənin quruluşunu ağac formasında əks etdirir. Və proqramlaşdırmada məlumat strukturunda. Mürəkkəb verilənlərin saxlanması, axtarışı və emalı üçün istifadə edilən məlumat strukturlarından biri də məhz budaqlanan ağac strukturudur. İndi isə nümunəyə baxaq. Ağac modelinin üstünlükləri. İnformasiyanı səliqəli göstərir. Ağac modeli məlumatları qarışıqlıqdan uzaq, aydın və strukturlaşdırılmış şəkildə təqdim edərək başa düşülməsini asanlaşdırır. Böyük məlumatları hissələrə bölür. Çoxlu informasiyanı kiçik və idarə olunan alt bölmələrə ayıraraq öyrənmə və idarəetmə prosesini daha rahat edir. Səviyyələr üzrə təsnifat verir. Məlumatları iyerarxik qaydada, yəni səviyyə-səviyyə təşkil edərək elementlər arasında əlaqələri daha dəqiq və sistemli formada göstərir. İndi isə mövzu ilə bağlı test nümunələrinə baxaq. Yekun. Bu dərsdə informasiya modelinin ağac forması ilə tanış olduq. Ağac modeli məlumatların kök, budaq və yarpaq hissələri ilə səviyyəli şəkildə göstərilməsidir. Bu model kompüter qovluqları, sayt menyuları, ailə şəcərəsi və təşkilat strukturları kimi sahələrdə geniş istifadə olunur. Bununla da dərsimizin sonuna çatdıq. Əgər video faydalı oldusa, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Sağ olun və internetdə təhlükəsiz qalın.